Bizim əməkdaşlar, verilişin redaktoru Könül, Renka ilə danışıb və belə bir açıqlama verib. Ki, mən kimə gəldi öz reklamımı verib onu gündəm etmək istəmirəm. Mən gündəmdə olan, gündəmi olan rəqqasəyəm və öz reklamımı mənim adımla gündəm olmaq, mənim adımla reklam olunmaq istəyənlərə belə asan yedirtmərəm. Belə mi deyib dostlar? Yox, o sözləri artıq deyə bilmərəm, ehtiyac yoxdur. Mən də cavab vermək istəyirəm bu sözlərə. Baxın, 1.100.000 orijinal səhifəm var. Mən 3 il rəqsimə ara verdim. Amma ilk dəfə, Rena, sən yadıva salım, yoxsa gərək yoxdur. Yox, qoy deyim, əgər madam ki, bu qədər açılıbsa. Məncə, sən bunu dəqiq yadıva sal. Sən Malakanda biz rəqs eləyəndə bizim yanımıza gəlmişsin. Mən həmin ay günəm ki, sənə rəqs hərəkətləri öyrədirdim. Bunları baxın, deyirəm, mən əsla boş-boş danışmaram. Deyirəm və bizim o anlara olan şəkillərimizi və videolarımızı da tapıb çıxarda bilərəm. Çünki mən boş danışmam. Mən əgər bir sözü deyirəmsə, o sözümün arxasında mənim əlimdə kadrları var. Bunu deyim və bir şey də vurğulayım ki, əzizim, göz qabağındadır. Mənim reklama ehtiyacım yoxdur. Sən məndən qat-qat aşağı qanarlara gedirsən. Bu da bir mənalı olaraq belədir. Bu da mənim reklama ehtiyacım olmadığının məncə gözəl göstəricisidir. Qanar mövzusuna sənə toxunmağın heç doğru deyil. Çox üzr istəyirəm. İsa, xahiş eləməm, şəxsi fikrimdir. Talih Yəhyayev çox savadlı musiqiçidir. Bugün ondan qat-qat aşağı olan müğənnilər var ki, Talih müəllimin 10 qat qiymətinə gedirlər. Yəni, burada qanarar göstərici deyil. Gəl səmimi olaq. Məndən öncə oynayırdı. Adam neçə ildir rəqs eləyir də, düzdür. Mən gələndə Renanın Instagramı neçə min idi, amma mənim 1-2 takipçim var idi, ya yox idi. Amma gəldim hamısını, bütün rəqqasələr kim var idisə, hamısını vurdum, keçdim. Bugünkü günü, yəni bunu... Onunla da deyil, Aygün, mən sənin xətrini çox istəyirəm. Sən doğrudan da gözəl rəqs edirsən, amma əgər sən Instagram takipçilərinin sayıyla deyirsənsə, bayağı müğənnilər bu günləri 3 milyon, 4 milyondur, sənəti olanlar heç 100 min deyirlər. Belə çıxır, onun takipçisi 4 milyon, 3 milyondursa, o belə bir göstəricidirmi? İsa, əgər söhbət bizdən gedirsə... Amma qanararım səndən çoxdur, takipçim səndən çoxdur. Bu düzgün yanaşma tərzi deyil. Sən də mənim dostumsan, Renka da mənim əzizimdir. Bir dəqiqə xahiş edirəm, o sözləri dedin, mən də o sözlərə gözəl bir şəkildə cavab verirəm. Deyirsən, mənim reklama ehtiyacım mı var? Reklama hər bir sənətçinin ehtiyacı var. Nəinki sənin. Hər kəsin, verilişlərin belə reklama ehtiyacı var. O milyonlar da bizim insanlardır da, bizim kütlədir də izləyən. Kimdir ki o milyonlar? Mən sənin fikrini aldım. Renanı dəvət eləyirəm, gəlsin. Burada biz özümüz bunu gözəl bir şəkildə danışaq, müzakirə eləyək və buradan kəsməsinlər, buradan doğramasınlar, mənim dediyim sözün burasını kəsib, orasını verməsinlər. Dəvət eləyirəm. Gəl, əgər qalmaqaldısa, gözəlcəsinə, sağlam rəqabət aparaq. Əgər yox, barışacaqsa, normal bir şəkildə barışaq. Aygün, təşəkkür edirəm. Sən mənim düşmənim deyilsən, amma bu mənim şəxsi fikrimi söyləmək haqqım.